Videodan öyrənəcəksiniz. Çay sodası saçlara necə təsir göstərir? Saçların uzanmasına və canlanmasına kömək edən sadə resept. Saç və baş dəyri üçün sodanın faydaları. Başlamazdan əvvəl ən son videolarımızdan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı və zəngə basmağı unutmayın. Əgər telefonunuzdan izləyirsinizsə, parametrlərinizə daxil olduğunuzdan və bildirişləri yandırdığınızdan əmin olun. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Salam dostlar. Bugün sizə saçları canlandıran, tökülmənin qarşısını alan və baş dərisini təmizləyən təbii bir üsul göstərəcəyəm. Və ən əsası, bunu evdə cəmi 2 məhsulla edə bilərsiniz. Gəlin etiraf edək. Biz hamımız müxtəlif marka şampun və kondisionerlərdən istifadə edirik. Amma onların tərkibindəki kimyəvi maddələr və ətirlər zamanla saçın köklərini zəiflədir, saç tökülməsini artırır və baş dərisini zədələyir. Bəs təbii bir üsulla həm baş dərisini təmizləmək, həm də yeni saçların çıxmasını stimullaşdırmaq olarmı? Əlbəttə. İndi sənə çox sadə bir resept təqdim edirəm. Tərkibi: 3 xörək qaşığı çay sodası, 4 xörək qaşığı alma sirkəsi, 2 kiçik qab və ya plastik butulka. Hazırlanması: Birinci qabda 9 xörək qaşığı ilıq suya sodanı əlavə et və qarışdır. İkinci qabda isə 10 xörək qaşığı su ilə alma sirkəsini qarışdır. Artıq sənin təbii şampun və kondisionerin hazırdır. İstifadə qaydası: Əvvəlcə saçını isti su ilə islat. Sonra soda qarışığını baş dərisinə və saç uclarına qədər masaj et. 3 dəqiqə gözlə və isti su ilə yaxala. Ardınca alma sirkəli suyu saçına tök və yüngülcə masaj et. Diqqət, gözlərinə salma. Axırda saçınızı soyuq su ilə yuyun. Bu həm saçın parlaqlığını artıracaq, həm də qıvrımı azaldacaq. Bu prosesi hər gün və ya 2 gündə bir təkrarlasan, bir neçə həftə sonra saçlarının daha güclü, sağlam və parlaq olduğunu özün görəcəksən. Soda və alma sirkəsi saç dibindəki bakteriya və göbələkləri məhv edir, kəpəyi aradan qaldırır və yeni saçların çıxmasını sürətləndirir. Əvvəlcə saçın biraz yağlı görünə bilər. Bu tam normaldır. Sadəcə bədən yeni təbii üsula uyğunlaşır. Soda saçda yığılan kimyəvi qalıqları təmizləyir, yəni saçın dərinliyinə nəfəs almaq imkanı yaradır. Əgər saçın çox uzundursa, resepti sadəcə 2 qat artırmaq kifayətdir. Alma sirkəsi məcburi deyil, amma saç köklərinə qida verir, onları möhkəmləndirir. Əgər xoş ətir istəyirsənsə, bir neçə damcı lavanda, nanə və ya qızılgül yağı əlavə edə bilərsən. Ən gözəl tərəfi isə odur ki, bu üsul ucuz, təbii və tamamilə təhlükəsizdir. Həm saçına qulluq edirsən, həm də bahalı kosmetikalara pul xərcləmirsən. Soda və alma sirkəsinin digər faydaları haqqında daha çox öyrənmək üçün kanaldakı digər videolara da baxmağı unutma. Dinlədiyiniz üçün təşəkkür edirik. Videonu bəyəndinizsə paylaşmağı, abunə olmağı unutmayın və daha çox təbii reseptlər və sağlamlıq videoları üçün bizi izləməyə davam edin. Sizə sağlam saçlar, xoşbəxtlik və bol enerji arzulayıram.